Allah İmam-ı Hüseynə xatir inşallah ibadətlərimizi, dualarımızı ali dərəcədə bizdən qəbul elə. İlahi və Rəbbim Peyğəmbər və Əhl-i Beytindən bizi dünya və axirət ayrı salma. İlahi dinin, dini hökümlərin, ləzzətin, ibadətin, mənəviyyatın, ləzzətin bizə dadızdır cinan. İlahi günahlarımızın üzərindən qələmi əffi çək. İlahi bağışlanılmışlardan bizi qərar ver. İmam-ı Hüseyn vasitəsilə rəhmətüvi, məğfirətüvi bizə nazil elə. Allah biz o kəslərdən deyilik ki, bağışlanmağa kiməsə vasitəçi olar. O kəslərdənik ki, bağışlanmağa ehtiyacımız var. İlahi və Rəbbim bizi bağışlamamış bu dünyadan aparma. İlahi bizi o dərəcəyə çatdır ki, bizim də vasitəmizlə səbəb olaq kimlərsə məğfirətə çatsın, mərhəmətə çatsın. İlahi üstün dərəcələri bizə bu dünyadaykən yaşat ki,